Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq İstəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycan Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərtdə yerləşdirilib. İndi isə xəbərlər. Rusiyalılar Azərbaycanda daşınmaz əmlak alan xarici vətəndaşlar arasında lider mövqedədir. Bu barədə RBK tərəfindən yayımlanan analitik materialda qeyd olunubdur. Məlumatlara görə Rusiyalıların Azərbaycana səfərlərə marağı əhəmiyyətli dərəcədə artıbdır. Ölkə fevral və mart bayramları dövründə istirahət üçün ən çox seçilən ilk 3 istiqamət sırasına daxil olubdur. Ekspertlər bildirirlər ki, Azərbaycan turistləri zəngin təbiəti, qədim tarixi, müxtəlif memarlıq nümunələri və milli mətbəxi ilə cəlb edir. Bundan əlavə, təhlükəsizlik faktoru da xüsusi önəm daşıyır. World Travel Index reytinginə əsasən Azərbaycan 193 ölkə arasında 41-ci yerdə qərarlaşıb. Müqayisə üçün Rusiya 72-ci, Türkiyə isə 75-ci yerdədir. Turist axınının artması ilə paralel olaraq investisiya marağı da yüksəkdir. Daşınmaz əmlak üzrə Dövlət Xidmətinin məlumatına görə Azərbaycanda mənzil alan xaricilər arasında Rusiyalılar birinci yerdədir. Tələbi artıran əsas amillər arasında ölkədə sabit iqtisadi vəziyyət, daxili istehlak və turizmin artımı, Bakı və sahilyanı ərazilərdə iri tikinti layihələrinin aktivliyi, eləcə də yaşayış icazəsi alma imkanları göstərilir. Bundan əlavə, Azərbaycanın biznes mühiti üzrə yüksək reytingləri və müsbət iqtisadi proqnozları da marağı artırır. Avropa Yenidən Qurma və İnkişaf Bankı ölkə iqtisadiyyatının 26-cı ildə 2, 27-ci ildə isə 2,5% artacağını proqnozlaşdırır. Rusiyada miqrantlar üçün ən yüksək maaşlar açıqlanıbdır. Yerli medianın yazdığına görə Rusiyada miqrantlara ən yüksək maaşlar idarə heyətinin sədri vəzifəsi üçün 380 min rubl, təhsil fəaliyyəti üzrə menecer üçün təxminən 303 min rubl, həmçinin istehsalat direktoru üçün 255 min rubl məbləğində təklif olunur. Bu məlumatlar Rusiya Əmək Nazirliyinin təqdim etdiyi statistikaya əsasən yerli media tərəfindən təhlil edilibdir. Məlumata görə xarici işçilərin Moskva şəhərində idarə heyətinin sədri vəzifəsinə aylıq 380 min rubl maaşla cəlb olunması planlaşdırılır. Udmurtiya Respublikasında təhsil fəaliyyəti üzrə menecerə aylıq 300 min rubldən bir qədər çox, Amur vilayətində isə istehsalat direktoruna 255 min rubl maaş təklif edilir. 250 min rubl məbləğindən yüksək maaş Krasnoyarsk diyarında tikintidə sahə rəisinə, Moskvada mərkəz direktoruna, eləcə də Tataristanda dərnək rəhbərinin müavininə təklif olunur. Krasnoyarsk diyarında miqrantlar həmçinin prorab, yəni tikinti işləri üzrə rəhbər və yanacaq sürtgü materialları anbarının müdiri vəzifəsinə aylıq 230 min rubl maaşla dəvət edirlər. Eyni məbləğ Moskvada departament direktoruna və Yamal Muxtar dairəsində Tornaçıya təklif olunur. Ən aşağı maaşlar isə 25 min rubldən çox deyil. Belə vakansiyalar əsasən Vladimir və Samara vilayətlərində yerləşdirilir. Ən aşağı gəlir Smolensk vilayətində aşpaz vəzifəsi üzrə aylıq 23.500 rubl təşkil edir. Rusiyada əcnəbi vətəndaşların əmək fəaliyyəti ilə bağlı qaydalara nəzarət daha da gücləndirilibdir. Xatırladım ki, patent əldə etdikdən sonra əcnəbi vətəndaşa rəsmi şəkildə işə düzəlmək üçün cəmi 2 ay müddət verilir. Bu müddət ərzində o yalnız iş tapmalı deyil, həm də əmək fəaliyyətinə başladığı barədə müvafiq bildirişi patenti təqdim edən Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına göndərməlidir. Əks halda patent ləğv edilir və əcnəbi vətəndaş ölkəni tərk etməli olur. Qeyd olunur ki, belə hallarda yeni patent üçün müraciət yalnız 1 ildən sonra mümkün olacaqdır. Mütəxəssislər vurğulayırlar ki, bildiriş hətta fiziki şəxslə şifahi formada bağlanmış mülki hüquqi müqavilə olduqda belə təqdim edilməlidir. Bildiriş forması Rusiya Daxili İşlər Nazirliyinin 5 sentyabr 23-cü il tarixli 655 nömrəli əmri ilə təsdiq edilib və sənəddə bütün xanalar düzgün şəkildə doldurulmalıdır. Bildirişi təqdim etməyin 3 üsulu var. 1. Çatdırılma barədə bildirişlə poçt vasitəsilə. 2. Dövlət xidmətləri portalı üzərindən. 3.
şəxsən Daxili İşlər Nazirliyinin ərazi bölməsinə müraciət etməklə. Mütəxəssislərin sözlərinə görə əmək fəaliyyəti barədə bildirişin təqdim edilməməsi patentin ləğv olunmasına əsas səbəblərdən biridir. Bu halda əcnəbi vətəndaş Rusiyada yaşamaq və işləmək üçün qanuni əsaslarını itirir və nəzarət olunan şəxslər reyestrinə daxil edilə bilər. Bir sözlə, qanunvericiliyin tələblərinə əməl etmək və müəyyən olunmuş müddətlərə diqqət yetirmək vacibdir. Rusiyada müvəqqəti yaşamaq icazələrinin verilməsində də ciddi azalma qeydə alınıbdır. Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti bildirir ki, 25-ci ildə verilən müvəqqəti yaşamaq icazələrinin, yəni RVP-nin sayı demək olar ki, 1/3 azalıbdır. Mütəxəssislərin sözlərinə görə bu azalma qanunvericiliyin tələblərinə nəzarətin gücləndirilməsi ilə bağlıdır. Qurum xarici vətəndaşlara xatırladır ki, müəyyən hallarda RVP-nin verilməsindən imtina oluna və ya artıq verilmiş icazə də ləğv edilə bilər. Belə hallarla ilk növbədə əcnəbinin Rusiyaya daxil olduqdan sonra 3 il ərzində mülkiyyətindən və ya istifadə hüququ ilə yaşayış sahəsinin olmaması daxildir. Eyni zamanda il ərzində ümumilikdə 6 aydan çox ölkə xaricində qalmaq və ya başqa ölkəyə daimi yaşayış üçün köçmək də imtina səbəbi sayılır. Bundan əlavə əcnəbinin özünü və himayəsində olan ailə üzvlərini dövlət yardımına müraciət etmədən təmin edə biləcək maliyyə vəsaitinin olmaması da əsaslardan biridir. Saxta nigah bağlanması halları isə xüsusi nəzarətdə saxlanılır. İmtina və ya ləğv üçün digər səbəblər sırasında 2 və ya daha çox inzibati məsuliyyətə cəlb olunma, əvvəlki illərdə deportasiya, o cümlədən də ölkədən çıxarılma faktlarının mövcudluğu, eləcə də dövlətin və vətəndaşların təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlər, o cümlədən ekstremizm və terrorçuluqla əlaqə yer alır. Həmçinin ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğun olması, narkotik asılılığı və ya təhlükəli yolxucu xəstəliklərin mövcudluğu da mühüm risk faktorları hesab olunur. Daxili İşlər Nazirliyindən bildirirlər ki, müvəqqəti yaşamaq icazəsinin verilməsindən imtina və ya onun ləğvi üçün bütün əsaslar Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında federal qanunun 7-ci maddəsində ətraflı şəkildə təsbit olunubdur. Mütəxəssislər isə əcnəbi vətəndaşlara qanunvericiliyin tələblərinə ciddi əməl etməyi və müəyyən olunmuş qaydalara diqqətlə yanaşmağı tövsiyə edirlər. İşə götürənlərə xarici vətəndaşların işdən azad edilməsi ilə bağlı xəbərdarlıq edilibdir. Belə ki, Rusiyada işə götürənlər yalnız xarici vətəndaşla əmək müqaviləsi bağladıqda deyil, həm də həmin müqaviləyə xitam verildikdə Daxili İşlər Nazirliyini məlumatlandırmalıdır. Bildirilir ki, məlumatlandırma aşağıdakı üsullarla həyata keçirilə bilər. Dövlət və bələdiyyə xidmətlərinin vahid portalı vasitəsilə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına müraciət etməklə, çatdırılma barədə bildirişlə sifarişli poçt göndərişi vasitəsilə və ya səlahiyyətli təşkilatlar üzərindən məlumatın təqdim edilməsi üçün müddət xarici işçinin işdən azad edildiyi gündən etibarən 3 iş günü təşkil edir. Qeyd olunur ki, işə götürənlər işdən azad edilən hər bir xarici vətəndaş üzrə ayrıca bildiriş təqdim etməlidir və bu tələb onların statusundan və vətəndaşlığından asılı deyil. Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, məlumatların vaxtında təqdim edilməməsi inzibati məsuliyyət yaradır və bu halda işə götürənlər 800.000 rublə qədər cərimə və ya fəaliyyətin 90 günədək dayandırılması kimi sanksiyalar gözləyir. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zayım Novosti Azərbaycana Telegram kanalına qoşulun və bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.